Davam edirik, əziz tamaşaçılarımız. Mədəniyyət aləmində baş verən ən son yenilikləri təbii ki, səhər çağıdan alacaqsınız bu məlumatları. Və elə bu məlumatlarla da davam edirik. Amma studiyada qonaqlarımız danışacaq bu yeniliklər, yeni baş tutan bu sənət söhbətləri haqqında. Bəli, əziz dostlar, diqqətinizə çatdıraq ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir və əsas məsələ də ondan ibarətdir ki, bölgələrimizdə yaşayan şagirdlər olsun, bölgələrimizdə fəaliyyət göstərən məktəblər olsun. Bax, onların hər biri paytaxt Bakıdakı istedadlı insanlardan, xalq artistlərindən, tanınmış simalardan bu işlərin, bu sənətlərin deməli, ən əsas qayəsi onların öz dilindən eşitsinlər, onların zövqünün formalaşması, onların düzgün istiqamətdə addımlaması üçün bu cür layihələrin keçirilməsi çox vacibdir. Elə bununla da bağlı həm layihə iştirakçıları, həm də layihəni gerçəkləşdirən insanları studiyamıza dəvət etmişik. Düşünürəm ki, qonaqlarımızla söhbətdən sonra bu məsələlərin hər biri sizə daha yaxşı aydın olacaq. Xalq artisti Bakı Xoreografiya Akademiyasının prorektoru Təranə xanım Muradova. Xoş gəlmişsiniz, sabahınız xeyir. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi, metodiki və ixtisaslaşdırma mərkəzinin direktoru Vüqar müəllim Ümbətov. Sabahınız xeyir, xoş görürük. Xeyir olsun, xoş gəlmişsiniz. Vüqar müəllim, bilirik ki, sözü gedən bu layihə bir neçə istiqamətlərdən ibarətdir. Amma ilk olaraq biz istəyirik ki, Sənət Dialoqu adlı layihə ilə söhbətimizə başlayaq. İzlədiyimiz kadrlardan da gördüyümüz kimi elə bu layihə hansı bölgələrimizdə gerçəkləşib, əsas istiqamətlər nələr idi və hansı yeniliklər ərsəyə gətirdi bax bu layihə? Buyurun. Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Doğma Mədəniyyət kanalında olmaqdan çox məmnunuq. Çünki Mədəniyyət kanalı bizim bütün layihələrimizin ən gözəl təbliğatçısıdır. Buna görə ayrıca təşəkkür edirəm. Xoş gəlmişsiniz. Çox sağ olun. Mədəniyyət Nazirliyinin Elmi Metodik İxtisas Artırma Mərkəzi bir neçə ildir ki, silsilə layihələrə start verib və o layihələrdən də ən yadda qalanı təbii ki, təbliğatdır, öyrətməkdir, ustad dərsləridir. Bu layihələrin də ən başında təbii ki, bizim dəyərli sənət adamlarımız dayanır. Çünki bizim Mədəniyyət Nazirliyinin tabeliyində 200-dən artıq musiqi və incəsənət məktəbi var və o məktəblərin ölkənin müxtəlif bölgələrində, kəndlərində, qəsəbələrində yerləşir və o məktəblərə, həmçinin Bakıda olan məktəblərimizə belə dəyərli sənət adamlarımızın ustad dərsi ilə getməsi, görüşlə getməsi onlar üçün bir bayrama çevrilir. Bugün biz bugünkü əməkdar artistlərimizin, xalq artistlərimizin dilindən həmişə eşidirik ki, falan tanınmış sənət adamından tövsiyə aldım, falan kəs mənə bunu dedi, bu dəyərli sənət adamımız və bugünkü uşaqlarımız, gənclərimiz də bu insanları elə xatırlayacaq. Çünki Təranə xanımdan rəqsin incəliklərini öyrəndim, falan xanəndəmizdən, dəyərli sənət adamımızdan muğamın bu istiqamətdə ifasını öyrəndim. Kiçik bir cümlə uşağın həyatına böyük, gəncin həyatına böyük bir təsir göstərə bilər. Eynən, çünki məktəbə gedən, incəsənət məktəbinə gedən hər bir uşaq gələcəkdə bir sənət adamı olmur. Yəni, bunun hamısı bunu profesional davam elətdirmir, amma hansısa sənət adamının ona tövsiyəsi onun həyatına birbaşa təsir göstərir və bu işdə də bizim dəyərli sənət adamlarının üzərinə yük düşür və elə fürsətdən istifadə edib mən Təranə xanıma təşəkkürümü bildirirəm. Biz Təranə xanımla Sənət Dialoqu layihəsi çərçivəsində Bakı şəhərində görüş keçirdik. Görüş məkanımız bir məktəbdir, amma Bakının bütün rəqs kollektivləri, bütün rəqs sevərlər həmin məkana toplaşdı. Və layihə belə adlanır, Sənət Dialoqu. Yəni, burada bir dialoqdan söhbət gedir, amma sənət dialoqudur. Nəticədə gənc rəqqaslarımız, körpə uşaqlarımız, burada bizim Bakı şəhərində yerləşən incəsənət məktəb və mərkəzlərinin şagirdləri, Bakı Xoreografiya Akademiyasının profesional, artıq onlara biz tam belə rahat deyə bilirik, profesional rəqqasları, Dövlət Uşaq Filarmoniyasının, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin çox gənclərdən ibarət kollektivləri bu görüşdə iştirak elədi və dəyərli sənətkardan tövsiyələrini aldılar. Bundan əlavə biz bu layihəni bu il ərzində Sabirabadda həyata keçirdik. Xalq artistimiz Gülyaz xan Məmmədova ilə. Orada da bir muğam görüşü oldu, bir muğam söhbəti oldu. Tək Sabirabad deyil, ətraf rayonlardan olan muğam sevərlər bu görüşdə aktiv iştirak elədilər və mən elə
sənət dialoqu layihəsi ilə bağlı ötən illəri də qeyd eləmək istəyərdim ki, biz keçən ildə sizin efirinizdə qonaq olduq. Layihəmizin adı belə gedirdi, Sənətkarın dostu. Burada da çox dəyərli sənət adamlarımızla, Mənsum müəllim İbrahimovla, Elçin Həşimov, Elnur Əhmədov, Əlixan müəllimlə Balaban üzrə biz çox yadda qalan bir görüşümüz oldu. Çünki bu alətlərin təbliği bizim gələcəyimizə etdiyimiz bir yatırımdır. Bu uşaqlar bu dəyərli sənət adamlarından bu tövsiyələri almaqla, hazırladığı hər hansısa bir performansı ona təqdim eləməklə həm orada tək söhbət sənətdən getmir. Onun davranışı, duruşu, etik davranış qaydası, geyim qaydası, musiqi seçimi, təbii ki, bu da önəmlidir bu günləri. Bununla bağlı çox maraqlı söhbətlər oldu. Onlar sənətkara suallarını ünvanladılar. Məncə onların xatirində bu həmişə belə qızıl hərflərlə yazılacaq. Gəlin sənətkarın elə öz dilindən eşidək. Tərənə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Sizinlə hər görüş yadda qalandır və inanıram ki, o ilk addımlarını atan gənclərimizə sizin tövsiyələriniz, sizinlə canlı ünsiyyətdə olmaq, hansı ki, sizdən elə bu milli rəqslərimizi, ümumiyyətlə rəqs sənətini seviblər, görüblər, öyrəniblər. Bu təcrübəni onlarla bölüşməyiniz artıq onların həyatında unudulmayacaq bir xatirəyə çevriləcək və onları doğru istiqamətdə nə qədər çətin, əzimkar bir sahə olsa da, amma öz yollarından dönməməyə vadar eləyəcək. Xoş gəlmişsiniz, buyurun. Çox sağ olun, mən də hər kəsi salamlayıram. Demək istəyirəm ki, çox gözəl layihədir. Nəyə görə? Bu layihə bizim gələcəyimizi, bizim mədəniyyətimizi, bizi birləşdirən mədəniyyətdir. Biz hər zaman istəyərdik ki, bizim gələcəyimiz çox parlaq olsun və mədəniyyəti, tarixi daha da yaxşı bilsinlər və Vüqar müəllim düz dedi ki, bunların böyüyənə qədər yaddaşlarına qalacaq ki, bu böyük sənətkarlarla görüşüblər və çox xoşdur ki, bunların maraqlı sualları var. Siz necə bu sənətə gəlibsiniz, necə yaradıbsınız, harada oxuyubsınuz, neçə balavuz var və necə siz ailə qurubsunuz və sənət... Həm sənət təcrübəsi, həm ailə, həyat təcrübəsi. Mənə çox oldu, bu görüş çox önəmli oldu. Nəyə görə? Mən gördüm ki, uşaqların nə böyük marağı var, nə böyük zövqü var, nə böyük bu sənətə onlar istəyirlər ki, hər kəs, kimsə rəqqas, kimsə oxuyan, kimsə musiqiçi olsun və bu bizim gələcəyimiz üçün. Nəyə görə? Mən hər zaman deyirdim ki, regionları gəzmək və uşaqlarla ünsiyyətdə olmaq bu bizim üçün çox önəmlidir. Hər kəs bugün televizorun qabağında hər şey görə bilməz, məktəbdə olur. Amma canlı ünsiyyət o ayrıdır. Onların sualları, onların o ilk səhnədə hərəkətləri, balaca uşaqlar iştirak elədilər. Vüqar müəllim çox gözəl təşkil eləyiblər ki, böyük kollektivlar gəliblər. Onlar səhnədə profesional da gördülər. 4-5 yaşında uşaqlar ifa elədilər. Və baxmayaraq ki, böyüklərin sualları, amma ən əsas bizim gələcəyimiz bu balaca uşaqlar nə gözəl suallar veriblər. Mən də rəqqasə olmaq istəyirəm, ya mən də istəyirəm böyük səhnələrdə Azərbaycanı təmsil eləyim. Və bu bizim borcumuzdur ki, bugün biz görürük ki, biz öz mədəniyyətimizi yaşatdırırıq. Bu bizim borcumuzdur ki, biz vaxtında səhnədə özümüz ifa eləyirdik, amma mən bugün müəlliməm, artıq mənim borcum ki, mən fikirləşim ki, Azərbaycanın rəqsi hər zaman yaşasın və yaratsın. Və düzgün istiqamətdə. Düzgün. Xüsusilə müəyyən etiraf eləyək ki, qarşılaşırıq yanlış istiqamətlər, kifayət qədər belə bir dönəmdə. Mütləq uşaqlar bilməlidirlər ki, profesional səviyyəyə getməlidirlər, məktəbi bitirməlidirlər, oxumalıdırlar və sadəcə belə öz fəaliyyətdə çıxıb bizim gözəl milli rəqslərimizi göstərməyə, klasik, korlamaq olmaz. Olmaz. Bu bizim tariximizdir. Bu barədə siz etiraf eləmək lazımdır və demək lazımdır ki, siz canlı bir əfsanəsiniz. Çox sağ olun. Can sağlıq arzulayırıq sizə və bu görüşlər mütləq şəkildə ardıcıl, davamlı olmalıdır. İstəyirəm elə bu məqamda elə peşəkar bir gözəl Azərbaycan rəqsinin nümunəsini görək. Bakı Xoreografiya Akademiyasının tələbəsi Əminə Əliyeva bu səhər bizim qonağımızdır. Söz elə rəqslərdən, milli rəqslərimizdən gedirsə, qoy səhnəmizdə də bunu biz canlı izləyək bu səhər. Xoş gəlmişsiniz Əminə xanım. Buyurun.
Təşəkkür edirik. Alençika professionaldır, oxuyur. Görüş bu rəqsi Roza Cəlilova, xalq artisti, şöhrəti olacaq. Onun quruluşudur. Və neçə pokoleniya bu rəqsi bilir və Artıq ifa neçə edir. nəsillər, Həmin bəli. bu tarixdir. Bu böyük bir tarixdir. Çox möhtəşəm, çox gözəl. Davam eləyək. Bir neçə Vüqar müəllim, istiqamətlər üzrə deməli seminarlar da təşkil olunub. Xüsusilə mən qeyd edeyim adlarını Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti və digərlərini də qeyd edərsiniz, zəhmət olmasın. Mən istəyərdim həmçinin biz fokuslanaq ustad dərslərinə. Vüqar müəllim, ötən ildə geniş miqyaslı bölgələrimizi əhatə edən ustad dərsləri bu dəfə Qəbələ və Neftçalada gerçəkləşib. Buyurun, sizdən daha əhatəli eşidək. Mən daha öncə çıxışımda qeyd elədim, incəsənət məktəblərimizdə bu ustad dərslərinin önəmi böyükdür. Biz ötən il Üzeyir bəyin 140 illiyi ilə bağlı əsasən Bakıda, Sumqayıtda, Abşeronda geniş ustad dərslərini həyata keçirdik. Amma bu tək Bakı ilə kifayətlənməməlidir. Çünki Bakıda bu sənət adamlarımızla davamlı konsertlərdə görüşlər keçirilir, ustad dərsləri olur. Amma bölgələrdə bu bir musiqi bayramına çevrilir ki, biz də bunu əsas götürərək, mərkəzimizin əsas fəaliyyət istiqaməti götürərək, qeyd elədiyiniz kimi Qəbələdə, Neftçalada bu illəri icra eləmişik. Amma biz ötən il doğma Qarabağımızda, Füzuli adına Kurmanqazı Mədəniyyət Mərkəzində, ondan sonra Xankəndidə, Qarabağ Universitetində və bölgələrimizdə Gəncədə, Ağdaşda, Qaxda, Şəkidə, Sabirabadda, Siyəzəndə silsilə və müxtəlif ixtisaslar üzrə. Burada tək bir ixtisas deyil, bir neçə ixtisas üzrə ustad dərsləri layihəmizi icra elədik və burada əsas istiqamət musiqi olmaqla yanaşı biz teatr istiqamətini də nəzərdə tuturuq. Gözəl. Çünki bölgələrimizdə teatr var, amma orada gənc istedadlar, gənc uşaqlarımız var ki, onlar üçün bu maraqlıdır. Bu sənət adamları ilə, gənc rejissorlarla, səhnəni bölüşən tanınmış sənət adamlarından bu ustad dərslərini almaq ki, onlar gələcəkdə bu sənətə daha sağlam köklərlə bağlansın. Və elə fürsətdən istifadə edib Tərinə xanımın da icazəsini almışıq ki, bölgədə bir rəqs üzrə ustad dərsini biz icra eləyək. Çünki bölgələrimizdə də rəqs sənətinə böyük maraq var, sevgi var. Bu böyük festivallarda biz bunu hiss edirik. Teatrla bağlı çox maraqlı bir layihəmizi, icazəniz olarsa mən davamlı bu layihələrimiz haqqında qeyd edeyim. 5 layihədir. Buyurun. Bəli, əsas istiqamətimiz teatr tənqidi ilə bağlı bir müsabiqəyə start vermişik. Efirdən də istifadə edib mən teatr tənqidi ilə bağlı yazan qələm adamlarımızdan xahiş edirəm, müraciət edirəm onlara ki, biz çünki tənqid olmasa inkişaf olmayacaq. Biz mütləq sağlam tənqidə yol verməliyik. Bu həm musiqidə, həm teatrda öz əksini tapmalıdır. Sağlam tənqid yalnız inkişafa xidmət eləyəcək. Biz özümüzü kənardan görəcəyik. Necə ki, biz efirdə öz kənardan özümüzə bir baxış eləyiriksə, bu teatrda da, musiqidə də bu eynən belədir. Və bundan əlavə elmi seminarları qeyd elədiniz. Bizim əsas istiqamətimiz elm istiqamətidir ki, biz bu istiqamətdə də çox maraqlı bir seminarlar layihəmizə start vermişik. Çox gözəl qeyd elədiniz. Folklorla bağlı biz bu seminarımızı Gəncə şəhərində, Gəncə Dövlət Filarmoniyasında icra elədik. Gəncə və Gəncə ətrafı bütün rayonlardan olan folklor kollektivlərimizi, folklorla bağlı tədqiqatçılarımızı Milli Elmlər Akademiyasından, Folklor İnstitutundan, Gəncənin Folklor İnstitutundan dəvət elədik. Orada çox dəyərli çıxışlar yer aldı. Və ən sonuncu seminarımız dəyərli akademikimiz Rafael Mənim Hüseynovla Azərbaycan dili ilə bağlı, Azərbaycan dilinin qorunması ilə bağlı bir seminar oldu Milli Kitabxanada. Çox maraq doğurdu bu seminarlar. Çünki Cənab Prezidentin mədəniyyət konsepsiyası imzaladığı mədəniyyət konsepsiyası ilə konsepsiyada dillə bağlı xüsusi məqamlar var və bunu da təbii ki, bununla bağlı dəyərli akademiklərimizin, professorlarımızın dilindən eşitməliyik ki, ilk layihəmiz, həmin bu seminarlar layihəmizdə əsas qonağımız oldu Rafael Mənim Hüseynov. Ondan 2 saata yaxın biz çox maraqlı əsas məqamları, Azərbaycan dilinin qorunması, Cənab Prezidentin dillə bağlı verdiyi sərəncamlar, bizim Azərbaycan ədəbiyyatında baş verən bütün bu proseslərin əsas məqamlarını təbii ki, akademikin dilindən eşitdik. Mədəniyyətimizi köklü şəkildə tərənnüm eləmək, bunu bu cür də adlandırmaq olar. Qeyd elədiyiniz o dil məqamı da və qeyd elədiyimiz o folklor məqamı da çox vacibdir. Çünki mədəniyyətimizin elə kökü, tarixi folklorumuzun üzərində dayanır. Bugün kifayət qədər Fərənə xanım mahnılar var, musiqilər var ki, xalq mahnısı olaraq qeyd olunur, amma hər biri aşıq musiqisi, digər qədimdə səslənən muğam parçalarıdır. Yəni bu kimi mütləq qorumalıyıq. Ümumi neçə illərdən sonra
ki, tarix yazmalıdır ki, bu bizimdir. Sadəcə yadımızdadır ki, sarı gəlinlə bağlı, bizim yağlarımızla bağlı nə qədər biz vırışdıq, dalışdıq ki, bu bizim Azərbaycan xalqının mədəniyyətidir. Bu rəqs sarı gəlin Azərbaycanındır. Köçəri yağlısı Azərbaycanındır. Ona görə indidən bu layihə çox önəmlidir ki, bizim o nəsil, balaca uşaqlarımız, gələcəyimiz bu tarixi qorusunlar. Eynən, biz burada indi az öncə bir rəqs nümunəsi izlədik, amma bu rəqsdə biz həm musiqi ilə öz sözümüzü dedik, həm geyimlərimizlə, geyim üzərində olan elementlərlə, təbii ki, bunlar da bir elmə dayanır, bunlar da bir sənətə dayanır. Biz 3 dəqiqəlik, 2 dəqiqəlik bir rəqs nömrəsində bir Azərbaycanın tarixi gözümüz önünə gəldi. Deyək, bizim o, burada bir xanım rəqsi idi, amma bir bəy rəqsi olacaqsa, eynən, onunla bir mesaj veririk. Biz adətən bunu dünyada qəbul olmuş int rəqslərində qeyd edirik ki, onlar hər hərəkəti ilə hər hansısa bir söz deyir. Bu, eynən bizdə də belədir. Əgər yanlışım varsa, Tərinə xanım düzəldər. Çünki bizim hər hərəkətimiz, geyimimiz, bizim üzümüzdəki təbəssüm, bunlar hamısı bir mesaj ötürür. Yaxşı mənada Azərbaycan mədəniyyətini təbliğ eləyir ki, bu istiqamətdə də bu layihələr düşünürəm ki, olduqca önəmlidir. Seminarları qeyd elədiniz. Bundan əlavə aşıqlarla bağlı biz Bakı şəhərində çox maraqlı bir aşıq istiqaməti üzrə bir elmi seminar həyata keçirdik. Burada da bizim Aşıqlar Birliyimiz, oradan gənc aşıqlarımız, mütləq biz orada gənclər və ustadlar mütləq şəkildə bu görüş olmalıdır. Çünki bu bir tərəfli olanda bir qanadla uçmaq olmur. Biz o dəyərli sənət adamlarımızdan, dəyərli sənətkarlarımızdan o xeyir-duanı almalıyıq, tövsiyəni almalıyıq. Həmçinin Qərbi Azərbaycan irsini tanıt. Bəli. Qərbi Azərbaycan İnstitutunu çox gözəl qeyd elədiniz. Onunla bağlı silsilə elmi seminarlar, görüşlər, konferanslar həyata keçirildi. Burada da bizim əməkdaşlarımız, sənət adamlarımız, Qərbi Azərbaycan irsi ilə bağlı, Qərbi Azərbaycanın mətbəxi ilə bağlı, folkloru ilə bağlı, tanınmış sənət adamları ilə bağlı elmi seminarlarda çox gözəl çıxışlar oldu. Müxtəlif ali məktəblərimizi əhatə elədik. Qərbi Azərbaycanın üzr istəyirəm, özünə məxsus bir yallısı da var. Bəli, bəli. Bilirsiniz, təbliğat olanda bu hər tərəfli olmalıdır və bunu yalnız sözdə saxlamaq yox, əyani sübutu da olmalıdır. Biz adətən elmi seminarlarımızı bunun üzərində qururuq. Əgər bir elm adamımız bunun məlumatlarını təqdim edirsə, mütləq orada bir performans olmalıdır. Biz aşıqlarımızdan danışırıqsa, tanınmış sənət aşığımızdan danışırıq, onun aşıq yaradıcılığında rolundan danışırıqsa, mütləq ondan bir parça artıq onun bir sübutu olur, onun bir möhrü olur. Eynən. Ümumiyyətlə, qeyd etdiyiniz kimi, bütün bu layihələrin daxili ilə bizi siz tanış etdiniz, gedişatı ilə tanış etdiniz və hər biri əhatəli şəkildə də, hər biri konkret olaraq mövzunu əhatə eləyir. Kitab görürəm mən orada. Bəli. Mən istəyərdim ki, efirdən qabaq Vüqar müəllim çox gözəl bir kitab gətirib, tarixli bir kitabdır. İstəyərdim ki, Vüqar müəllim danışsın biraz bu kitabdan, maraqlı efirdən qabaq danışanda. Sevimli, görkəmli bəstəkarımız. Buyurun, Tərinə xanım. Əsəf Zeynalının seçilmiş əsərlərindən ibarət kitab. Mədəniyyət Nazirliyinin elmi mərkəzi olaraq biz ötən ilin sonu, bu ilin əvvəlində belə bir kitab ərsəyə gətirdik. Burada dəyərli bəstəkarımızın çox az ömür yaşamasına baxmayaraq Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli əsərləri bir yerə topladıq. Zaman-zaman bu əsərlər müxtəlif dövlət qurumları, özəl sektor tərəfindən toplanırdı. Amma biz bəstəkarın əl yazmalarını Əl Yazmalar İnstitutundan əldə eləməklə bir toplu halına gətirdik ki, bu bizim məktəblərimizdə tədris olunsun. Kitabın son səhifələrində görə bilərsiniz, bəstəkarın öz əl yazmaları orada öz əksini tapır. Var, vokal əsərləri, kamera, instrumental əsərləri. Ölkənin bütün demək olar incəsənət məktəb və mərkəzlərində bu kitab stolüstü kitabdır. Gənc balaların, istedadların repertuarına daxil edilir ki, bu Əsəf Zeynallı irsinin yaşadılması təbliği baxımından olduqca faydalıdır. Gördüyünüz işlər, layihələr çox möhtəşəm və geniş miqyaslıdır. Alqışlayırıq bu barədə. Amma istəyirəm yazı müsabiqəsi də elan olunması ilə bağlı məlumatı ətraflı bizə deyərdiniz. Çox sağ olun. Teatr tənqidi yazı müsabiqəsi elanı vermişik biz. Artıq bu günlərdə yekunlaşmaq üzrədir əsərlərin qəbulu, qeydiyyatın qəbulu. Burada Azərbaycan teatrının bilirsiniz ki, bir ənənələri var. Çox dəyərli sənət adamlarımızın, görkəmli sənət xadimlərimizin qoyduğu
bir ənənə var. Biz o ənənəni qorumaqla, saxlamaqla gənc nəsilə sağlam şəkildə ötürməliyik. Burada da təbii ki, tənqid, bir yazı, kənardan bir baxış mütləq. Dramaturgiya ənənəsi. Eynən. Biz burada çox dəyərli sənət adamlarımızdan ibarət bir münsiflər heyəti formalaşdırmışıq. Onları xahiş eləmişik, dəvət eləmişik ki, bugün baş verən teatr mühitində baş verən müsbət və mənfi tərəfləri, təbii ki, biz burada tənqiddən yanaşsaq, bir baxış eləsək, bu bizim ancaq inkişafımıza xidmət eləyəcək ki, burada da kifayət qədər teatrla bağlı, teatra bağlı olan insanları bu layihədə görməyə şad olarıq ki, nəticədə Azərbaycan teatrı qazansın. Azərbaycan teatrı gələcək nəsillərə biz necə ki, musiqidə qeyd elədik. Teatrda da bu gələcək nəsilə biz sağlam formada bu ənənələri ötürə bilək. Təşəkkür edirik. Mənim Tərənə xanım, çox sağ olun. Çox sağ olun. Mədəniyyətimizə yad ünsürlərin, belə deyək, müəyyən mənada tüğyan elədiyi bir dönəmdə bu cür layihələr çox vacibdir, alqışa, təqdirə layiqdir. Davamı gəlsin deyirik. Bu keçiləcək layihələri də Mədəniyyət kanalı olaraq mütləq şəkildə işıqlandıracağıq, tamaşaçılara çatdıracağıq. Uğurlar olsun. Təşəkkür edirik bir daha. Əziz dostlar, Çox sağ olun. xatırladaq ki, studiyamızın qonaqları Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Tərənə Muradova və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi, metodiki və ixtisas artırma mərkəzinin direktoru Vüqar Hümbətov idi. Bir daha təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun.